Təəssüflər olsun ki, bəzi insanlar mehriban deyil də, acı dildilər. Bu zəhər tuluğu adamlarda elə bil mehriban, ülfətli qəlb yoxdur. İndi bu mehriban qəlb necə formalaşır? O artıq başqa bir mövzudur. Başqa bir verilişin mövzusudur. Ancaq ailədə problemlərə səbəb olan amillərdən biri ya xanımın, ya bəyin acı dil, daş ürəkli olmasıdır. Və sonda kişi xanımını qıcıqlandırmasın. Yüngül-yüngül zarafatlarla, atmacalarla, nə bilim, keçmişdə mənim bir sevgilim vardı, tanışım vardı, güya elə bir obraz yaradır ki, xanımlar bunun üçün ölürmüşlər və bu çox xanımla olub həyatında indi bu söhbətlər Ramiz Rövşənin o şeiri də, məşhur şeiri. Kişi 50 yaşında, 60 yaşında təxminən kitabının ortasından məktub tapır. 30 il, 40 il bundan qabaq hansısa xanım buna məktub yazıb. Xanım buna məktub yazıb. Amma bilmir kim yazıb bunu. Və təsadüfən kitablarını yerber eləyəndə arasından düşür. 30 il bundan qabaq yazılmış məktubu. Oxuyur, kim yazıb ilahi? Yazan xanım adı nə idi ilahi? Və oxuyur. İndi xanım artıq məktub olur. Çünki məktubu yazan xanımdır buna. Birdən deyir ki, atım məktubu külqabıya yandırım, xanımım həyat yoldaşım, indi başqası ki, həyat yoldaşıdır. Gəlib görər, narahat olar. Bax, o qıcıqlandırmamaq məsələsi. İhtiyac yoxdur. Fəxarət hissi duyma xanımının qarşısında. Sonra atır külqabıya yandırır məktubu. Bu anda xanımı girir içəri. Və o gözəl sonluqla bitir. Şeir uzun bir şeirdir. Xanımı soruşur bundan. Burada necə oturmuşsan sən, necə? Bu nə yanıq qoxusudur ilahi? Elə bil ki, adam yanıb indicə.